videoda sizlərə HP Aruba switchlərin ilkin konfigurasiyasını göstərəcəm. Daha sonra bu switchləri davamlı edəcəyik və FortiGate üzərindən routing edəcəyik. Baxın, ilk öncə mən sizə switch göstərim. 48 portlu switchdir, konsol portu var. Baxın, bu port üzərindən həmçinin bir balaca bir switch də var. Orada qoşulacağıq. Komuterimizi qoşuruq konsol portla switchimizə. Bu Startek markadır. Məsəl üçün məndəki konsol portu bir tərəfi USB, bir tərəfi RJ45 konnektora oxşuyur. Buradan kabeli atırıq. Komuterimizi daha sonra COM5 port üzərindən patidən qoşuluruq. İndi buradan siz baxırsınız device managerdən. Məndə COM5-dir, sizdə COM4, COM3 ola bilər. Switchimiz budur, konsol portu ən solda görürsünüz. İndi switchə qoşulmaq üçün patin açaq. Dediyim kimi device managerdən baxırsınız. Sizdə konsol portu hansı COM üzərindən qoşulur. Gedirəm, randa device manager yazıram. Burada port bölməsini görürsünüz. 15 göstərir məndə. USB serial. Sizdə konsol portu ola bilər ki, RS232 portunun olsun. Burada patin açandan sonra serial deyirik, COM5 seçirik. Sürət elə stabil qalsın eyni 9600. Amma Type-C kabelin olanda konsol kabeliniz oradakı sürəti dəyişə bilərsiniz. Yəni dəyişməlisiniz hətta. İndi ən müasir switchlər belə deyək də, yeni switchlərin hamısında demək olar ki, Type-C kabellə gəlir konnektora. Okay, VAX-TM açdım. Bu da patinin daha yüksək versiyasıdır. Serial deyirəm, COM5 seçirəm. Sadəcə bu patdən biraz daha rənglidir, dizaynı gözəldir deyə bunu çox istifadə edirəm. Görürsünüz, switchimizin adı gəldi bura. HP2530 24K, yəni 24 portlu gigabitlik switchdir. Showrun deyirik birinci. Baxaq görə bunda nə konfigurasiyalar var. Defaultda göstərir 1-dən 28-ə qədər default falan da untageddir. Daha sonra no hamısı. Okay. Baxın, mən burada müəyyən komandalar yazmışam. Bizə rahat olsun deyə videoda. İkisini də eyni ekranda açıram. İlk olaraq switchimizə məsəl üçün hostname bir ad verək. Ümumiyyətcə, ilkin konfigurasiyada çalışmaq lazımdır. Switchlərin adını düzgün qoymaq lazımdır. Ola bilər sizdə 10 mərtəbəli bir ofis olsun. Hansı switchə qoşulanda o harda yerləşir, onun adını düzgün qurmaq və yazmaq önəmlidir. İndi hostname komandasını verirəm. Çox sadədir, yəni Cisco-ya oxşuyur. Daha sonra istədiyiniz adı verə bilərsiniz. Mən indi örnək olaraq məsəl üçün deyirik ki, switch deyirəm, switch 1 olsun bu. Daha sonra bunu saxlayın edirik. Write mem komandası ilə yaddaşa vururuq bu komandaları. Yəni bundan əvvəl nə komanda yazmışıqsa, onun beyninə, yaddaşına yazır. Daha sonra tarix və saatı düzəldirik. Bunları eləmək üçün mütləq şəkildə birinci configure komandasını verməliyik. Yəni bir növ belə deyim də config terminal kimi Cisco-da. Ondan sonra time deyirsiniz. Məsəl üçün 20-23 yazar, fərqi yoxdur. Yəni 10.05 nə istəyirsinizsə. Manual olaraq əllə verirsiniz. Ondan sonra ayın tarixini də buradan əllə yaza bilərsiniz. Yenə write mem deyib, exit deyib, çıxaq buradan. Mən sadəcə sizə müəyyən komandalar göstərirəm ki, yəni nələri eləyə bilərsiniz, nə eləmək üçün hansı komandaslar lazımdır. Okay, indi time deyək, tarixi təyin edək. 08, məsəl üçün 24-2023 qoyaq. Fərqi yoxdur, yəni nə istəyirsiniz qoya bilərsiniz. Onsuz da bu göstərməlikdir. Daha sonra parol qoyaq buna. Yenə configure komandası ilə config moda keçirik. Daha sonra parol təyin edək. Switchimizə qoşulanda bizdən parol istəsin. Password all deyirəm. Yeni password istəyir məndən. Bu operator üçündür. Məsəl üçün Cisco 123 nida yazaq. Siz biraz daha qəliz parollar qoyun çalışın. Daha sonra burada iki user var, belə deyək. Bir operatordur, bir də menecerdir. Menecerə də yenə eyni parolu qoyuram, rahat olsun deyə mənə.
Yəni all dedim deyə həm operator gətirdi mənə, həm manager user-ını gətirdi. Ondan sonra sürəti dəyişə bilərik. Yəni burada duplex ayarlarını dəyişə bilərik. Full duplex var, half duplex var, simplex var. Adətən full duplex qoyuruq ya da avtoda saxlayırıq. Eyni Cisco-da olduğu kimi, dediyim kimi tabı basırsam üçün komandanı tamamlayır, enter bir alt sətir atır. Ondan sonra yuxarı aşağı düymələri ilə belə əvvəl yazdığımız komandaları gətirə bilirik. Ondan sonra space-i basanda komandalara məsəl üçün show run demişik, ən aşağıya doğru atır da birdən belə daha uzun bir məsafə atır. Sonra komandadan sonra sual qoya bilərik, kömək ala bilərik. Bundan sonra nələri yaza bilərik məsəl üçün. Deyək ki, interface VLAN yazdınız, ondan sonra nə yazmağı bilmirsinizsə, sual qoyub davam edə bilərsiniz. Okay, məsəl üçün show interface brief deyirəm, tabla tamamlayır bunu. Ethernet 1. Məsələn, sadəcə Ethernet 1 portuna baxmaq istəyirəm mən. Statusu up'dır, görürsünüz, okeydir. Enable to yes. Dediyim kimi yuxarı aşağı ilə daha əvvəl yazdığımız komandanı gətirə bilərik. Show interface status deyirəm, bütün portlarıma baxıram. Birinci portumuz up'dır, bu dəqiqə işləkdir, yəni digərləri sönlüdür, down görünür. Okay, indi sürəti dəyişdirməyə keçək portların. Interface 1.24 desək, məsələn 1-dən 24-cü porta qədər olan hamısını birlikdə seçirik, yəni bir-bir seçməyimizə ehtiyac qalmır artıq. Müəyyən portları məsəl üçün full duplex edə bilərik. Müəyyən portları qoya bilərik orada avtomatikdə olsun. Interface 1.24 qoydum, yəni 1-dən 24-ə qədər bütün portlar daxilində. Speed duplex deyirəm. Okay, burada ondan sonra kömək göstərir mənə. 100 full duplex, 1000 full duplex, yəni gigabitli olsun, yoxsa megabitli olsun portumuz və full duplex olsun. Yəni siz çalışın, elə gigabitli idisə, gigabitli qoyun, yəni 1000 full duplex qoyun və avtomatikdə buraxın, o özü nə lazımsa onu seçəcək. 1000 full duplex deyirəm mən, yəni gigabitli olsun, full duplex işləsin. Yəni o duplex nə idi? Eyni anda həm data qəbul edə bilir, həm göndərə bilir. Yəni qarşılıqlı şəkildə danışa bilir. Exit deyirik. Daha sonra interface 2.24 deyək. 2-dən 24-cü porta qədər məsəl üçün. İndi bunun sürətini deyək. Speed duplex 1000 full bir daha yapayıq. İndi megabitli qoyaq. Yəni gigabitli olmasın, 100 megabit olsun sürəti. 100 megabit full duplex olsun. Okay, daha sonra switchlərimizdə istifadə etmədiyimiz portları söndürəcəyik. Təhlükəsizliyə görə söndürürük, çünki belə icazəsiz kimlərsə gəlib konteynerə qoşa bilər, şəbəkəmizə girə bilər. Wi-Fi elədir ki, orada bir parol istəyir bizdən authentication edir switchdə, amma hər hansı bir authentication yoxdur, deyək ki, NAC yoxdur bizdə. Ona görə təhlükəsizliyə görə istifadə etmədiyimiz portları söndürməliyik və port security-ni aktiv eləməliyik. İndi bizim ssenaryoda deyək ki, istifadə olunmayan portlar var və onları söndürəcəyik. Yəni bu son dəfədə bu sürətə baxın, interface 2.24 deyirəm, ondan sonra speed duplex avtomatikə qoyuram, yəni bayaq manual olaraq
gigabitlik və ya megabitlik full duplex qoymuşam, indi avtomatik qoydum. Okay, indi lazımsız portları söndürək. Yenə global config moda keçməliyik, yəni Cisco məntiqli. Buradan exit deyib birinci bu moddan çıxaq. 2 dəfə exit deyirsiniz, baxın DS gəlməlidir. Daha sonra configure deyirəm. Keçirəm config moda. Ondan sonra interface, məsəl üçün 22, yəni port 22 deyək ki, bizə lazım deyil və yaxud da ki, əks halda lazımdır. Ondan 22-yə qədər baxın, indi seçirəm, disable deyirəm, yəni port 10-dan 22-yə qədər hamısını söndürdüm. Bunlar deyək ki, bizə lazım deyil. Və yaxud da ki, işlədilmir, exit deyirik. 1-dən 9-a qədər portlar hamısı işləyir. Həmçinin 23-24. Okay, show interface deyirik. Burada interfacelərimizi göstərir, yox, əslində bizə Ethernet portlarını göstərməsi lazımdır. Show interface status deyək. Daha görürsən hamısı. Okay. Gigabitlik, full duplex hamısı. Ondan sonra yandıraq. Deyək ki, hansısa portlar bizə lazımdır bu dəqiqə. Eyni şəkildə configure deyirəm. Interface 10-dan 22-yə qədər. Enable komandası disable söndürürdü, enable yandırır. Yenə eyni şəkildə komandanı icra etdikdən sonra write mem yazın ki, etdiyimiz komandalar saxlanıt olsun. Yəni switch restart edəndən sonra itməsin komandalar. Əks halda switch restart edəndən sonra hər şey silinəcək, əvvəlki vəziyyətdə qayıdacaq. Yəni default ayarlar nə isə olacaq. Daha sonra biz bu switch-i hal-hazırda CLI komandayla idarə edirik, amma biz bunu web interface üzərindən də qoşulub idarə edə bilərik. Yəni switch-ə bir IP adresi verirsiniz, management falanında və yaxud da ki, default falan verirsə, IP adresini girib webdən də idarə edə bilərik. İlk öncə factory resetə baxaq, yəni switch-in format olunması, hər şey nə varsa silinsin deyə bilərik. Reset save configuration deyirəm. Ondan sonra məndən sonra davam eləmək istəyirsən, yeni bassan bəli, no-nu bassan, no hərfini bassaq, xeyir deməkdir. Yəni bu switchdə nə varsa elədiyimiz bütün nastroykaları siləcək. Amma mütləq şəkildə backup da alın. Backup almaq üçün show run deyərsiniz, hələ ki özünüzə rahat olsun deyə. Nə varsa kopyalayıb ata bilərsiniz notpada. Yəni proqramsız şəkildə belə ala bilərsiniz də, əks halda gərəksə TF tipi lazımdır. Okay. Nə varsa hamısını sildi, baxın show run elədim, yenə əvvəldə nə var idisə onlar gəldi. Hal-hazırda mən switch-ə konsol kabelindən qoşulmuşam. Yəni hər hansı bir Ethernet kabeli qoşmamışam, amma indi port 1-dən Ethernet kabeli kompüterimə qoşacağam. Baxın, burada mən ssenariyomu qurmuşam. FortiGate ISP-yə gedir, oradan da internetə çıxır deyək. Burada FortiGate-imizin LAN portu var, yəni inside tərəfi şəbəkəmizin. Burada da müəyyən bir interfeyslər yaradacağıq, yəni bulanlar üçün 10.1, 20.1, 30.1 interfeysləri. Daha sonra buradan bir uplink atacağıq. Ondan sonra bu core switch-ə deyək. Sonra port 1 gedəcək, məsəl üçün kompüterə, port 2 gedəcək Unify-a, port 10-dan 20-yə kompüterlə gedəcək, geri qalan IP telefona, serverə və s. Yəni bu ssenariyomu mən bu test mühitinə uyğun qurmuşam. Siz də necə istəyirsiniz, rahat elə bilərsiniz. Növbəti etaplarda göstərəcəm hamısını bir-bir, VLAN-ları necə yaradırıq, FortiGate-lə necə əlaqə quracağıq, core switch-ə, ikinci bir switch-i necə uplink üzərindən ata bilərik, daha sonra IP telefonu necə qoşuruq, kompüteri necə qoşacağıq, IP-ni necə alacaqlar, hamısını göstərəcəm. İlk öncə biz switch-imizdə bir VLAN yaradaq. Daha sonra həmin VLAN-a müəyyən portları trunk və yaxud da ki, access kimi əlavə eləyək. Adətən bu core switch deyək, 25-30 model ASP switchdən deyək ki, başqa bir switchə kabel qoşuluqsa, həmin port kabel uplink adlanır. Onu da trunk port eləyirik. Həmçinin
bir port ola bilər ki, ora həm IP telefon qoşulsun, IP telefondan da kompüterə kabel getsin. O portu da bir növ təqid edirik. Burada məntiqi təqid gedir. Təqid trunkdır, əntəqid aksesdir. Okay, VLANlarımızı yaradaq. Baxın, burada VLANları yaratmaq üçün komandlar yazmışam. Hansı VLANlar olacaq, hansı portlar hara əsayn olacaq. Daha sonra management plan yaradacağıq. Hansı ki, bu switch idarə etmək üçün IP adresi və bizim kompüterimiz eyni şəbəkədə olmalıdır. Biz webdən girib o switch idarə edəcəyik. Olar ki, sizdə heç VLANlar olmasın, default VLAN 1-də elə bir IP adresi verirsiniz, port 1-i qoşursunuz kompüterimizə, webdən girə bilərsiniz. İndi mən interface VLAN 100 deyirəm. IP adres deyək. Yəni switchin özünə management VLAN 100-dən bir IP verirəm. Daha sonra kompüterim qoşduğum port, baxın, VLAN 100-də olmalıdır mütləq şəkildə, baxın, admin kompüteri. Deyək ki, hara qoşulub port 1-ə. Həmin port 1 management plana access olmalıdır. 100 nöqtə məsələsində ola bilər 2 ya da 5 fərqi yoxdur da yəni. 100.2 mənəm deyək, 100.1 də switch IP verə bilərik. 100.100 deyə bilərsiniz. Fərqi yoxdur yəni. Eyni şəbəkədə olsun, eyni subnetdə olsun əsas. HP. Yəni webdə biz 100.100 yazsaq switchin management interfeysinə girə biləcəyik. İndi interfeys olan 100 deyirəm. Management olan 100-ün içərisinə daxil olduq. Ona IP adresi veririk. IP adres onun 100.1/24 ilə. Okay, IP-ni verdik. Exit deyirik. Daha sonra bizim kompüterimiz port 1-ə qoşulub. Gedirik port 1-i access edirik port növünü, yəni əntəqid edirik. Okay, mən yazdığım komandların hamısını yenə də kopyalayıb notlara atacağam, rahat olsun deyə. Yəni bir tərəfdə görəsiniz biz nələri elədik, nələri eləyəcəyik. İndi management planı yaradaq. Fərqi yoxdur bunun sırası. Yəni birinci planı yarada bilərsiniz, sonra VLAN interfeysini yarada bilərsiniz. İndi VLAN 100 deyirəm. Name deyirik, management. Yəni VLAN 100-ü yaratdıq. VLAN 100 komandası ilə name-də ona ad verdik, management adını verdik. Daha sonra həmin VLAN 100-ün içərisində yaxud biz görürsünüz mötərizənin içərisində əntəqid deyirəm. Portun nömrəsini yazırıq. Ya da hər hansı bir portun içərisinə girib oradan da əntəqid VLAN nömrəsi ilə eləyə bilərsiniz. 2 yolla eləyə bilərsiniz. Yəni ya VLAN içinə gir, ya portun içinə gir. Okay, bizdə port 1-dir. Admin kompüterimiz, yəni mənim qoşulduğum kompüter port 1-dir. Əntəqid deyirik, yəni access. Kompüterin IP-si 10.10.100.2, 100.100 switch IP adresidir. 100.1 də bizim gateway-imizdir, VLAN-ımızın management plan gateway-dir. Okay, əntəqid Ethernet 1 dedik. Yəni switch port mode access, switch port access VLAN sanki 100 dedik. Belə bir şey. Əntəqid Ethernet 1, yəni Ethernet 1 portu bu VLAN-a əntəqid oldu, access oldu. Daha sonra write deyirik. Okay, bu modda icazə vermədi. Düzgün yazmadıq. Write min tab basırıq, enter deyirik. Yəni nə dəyişiklik etdiksə, hamısını onu saxlanı eləsin. Yəni orada 2 config olur switchlərdə. Running config, işləyən nastroykalar, bir də startup config. Okay, indi mən deyək ki, konsol kabelimi çıxarıram. Konsol portdan çıxarıram switchin. Hansı ki, COM5 üzərindən Mobax ilə qoşulmuşdur. İndi mən kompüterimin Ethernet portundan bir kabel atıram switchin port 1-nə. Hansı ki, oranı access eləmişdik modunu. Yəni HP switchlərinə gedir adı əntəqid. Okay, RJ45 portundan cat kabeli qoşdum switchin port 1-nə. İndi biz artıq switchə web interfeyslə girəcəyik. Yəni gedib Chrome-da 100.100 yazıb webdən daxil olacağıq.
GUI üzərindən. ASP switchləri adətən iki cür idarə etmə olur. Həm qrafik interfeys üzərindən webdən, həm də ki CLI-dan, Putty və ya da Mobax Team kimi bir terminaldan. Okay, bizim kompüterimiz 100.2-dir dediyim kimi, IP-si statik olaraq vermişəm. Çünki hələ burada DSP kompress eləməmişik. Bütün IP-ləri statik veririk. Həm interfeys olan yüzə, həm switch-in gateway-nə, həm də ki kompüterimizə. Okay, incipazıqlı yerindən gedirəm nickimə, Ethernet nickimə, statik olaraq IP-mi verirəm. Onun 100.2/24-dən, yəni 355.0, onun 100.1 də bizim management planının deyə gateway-dir. DNS 8.8 qala bilər, lakin onsuz da biz internetə çıxmırıq, ehtiyac yox. Okay. İndi artıq bizə bu terminal lazım deyil, çünki komport üzərindən qoşulmuruq. Gedib birinci IP adresimizə baxaq. Okay, bu VNetdir heç. Ping atıram 100.1-ə gedir. Yəni artıq demək olar ki, yəni nastroykanı düzgün eləmişik. Ən azından mən switch-in belə deyək də içərisində yaratdığım management planının gateway-nə pingimi ata bilirəm. Ondan sonra elə buradan bəllidir ki, kompüterdən switch-ə də ping ata bilirik. Yəni eyni şəbəkədəyik. Switch-ə verdiyi IP onun 100.100 Nevrələr düzəldək. İndi webdən daxil olaq. Yəni ping cavabımız gəldisə, hər şey okeydir, problem yoxdur. 100.1 deyirəm. Aha, gəldi. Web interfeysimiz gəldi. Admin deyirik. Daha sonra parolumuzu yazaq. Burada əslində 2 user var idi. Manager, bir də operator. Bir dəqiqə meneceri yazmalıyıq, yoxsa səhv edilməyək. Okay, never deyək, saxlanın ehtiyac yoxdur. Continue deyib davam edirik. Baxın, web interfeys açıldı. Qrafiki interfeys üzərindən də bu switch-i kompress edə bilərik çox rahatlıqla. Burada mən parol yazmışdım, menecerə yazmışdım, bir də operatora. Burada admin user yox. Qarşıdırdım, bəzi switchlərdə admin user var. Web aksesimiz defaultda bu gəlir, parol olmur. Amma biz orada bayaq parol təyinləmişdik. Ona görə bizdən bu user istədi, menecer və ya da operator istədi. Amma defaultda heç nə eləməsəz, sadəcə IP versəz, parol təyin eləməsəz, CLI üzərindən admin user'dan girə bilərsiniz. Baxın, burada quick setup var, wizarddan eləyə bilərsiniz. Kompressiyanı, status bölməsindən portların durumuna baxa bilərsiniz. Və bu switch haqqında məlumat ala bilərsiniz. Adı nədir, neçə saat işləyir. Loglara baxa bilərsiniz burada. Ondan sonra SNMP kompressiyalarıdır. Firmware update'dir. Buradan switch'in hostname'ini buradan da dəyişə bilərsiniz. IP kompressiyalarını dəyişə bilərsiniz. Okay, port info yerindən portlarımızı göstərir. Birinci port sadəcə up'dır. Mən qoşulmuşam kompüterin olaraq, geri qalanları down'dur. Birinci port seçərik. Buna bir description verə bilərik də. Deyək ki, admin PC deyə bilərsiniz. Buradan bayaq elədiyimiz sürət ayarlarını buradan deyə bilərik. Modlarını, rank tipini. Yəni, CLI-da nə elə bilirsinizsə, eynisini GUI üzərindən də elə bilirsiniz. Çox rahatdır. Buradan PoE kompressiyanı elə bilərik. Portlarımızdan, çünki bu switchimiz PoE switchdir. Burada bulanlarımızı göstərir. Bulan 100 var, ID'si bulan 100'dür. Buradan adını dəyişə bilərik. Okay, bu dəqiqə Antaqid 1. Sadəcə birinci portumuz bura. İkinci port seçdim, Antaqid dedim. Okay. Yəni hal-hazırda akses olaraq 2 dənə portumuz var bu bulanda. 1 və ikinci portumuz. 100.1 də menecer plan IP-sidir.
Default gateway də qoya bilərsiniz ki, başqa bir şəbəkədən uzaqdan VPN-dən qoşulanda switch-i kompress edə bilərsiniz bu Manage falan üzərindən. Burada da eyni yazdığımız komandalar burada CLI-də göstərir. Sanki showrun eləmisiniz. Burada kopyalaya bilərsiniz. Bir növ backup ala bilərsiniz. Reboot deyə bilərsiniz. Buradan çıxış edə bilərsiniz. Access Input bu biraz daha müasir versiyasıdır. Hansı ki, bayaqki web interfeysinin biraz daha vizual olaraq daha gözəlləşdirilmiş bir növüdür. Buradan da eyni şeyləri edə bilərsiniz. Sadəcə o köhnə tip versiyadır. Mən ona alışmışam. Deyirəm. İşdəki switchlərimizin çoxusu onun üzərindən kompress edirəm. Bu da rahat. Sanki Unify-a oxşuyur, bir növ tip-linklərə oxşuyur. Burada switch haqqında biraz qeydlər yaza bilərsiniz. Harada yerləşir bu switch. Yəni məlumatlar yaxşıdır. Ən azından ola bilər ki, sizdə bir 50 dənə switch olsun, qoşuluna baxarsınız da bu switch hardaydı, nə idi? Troubleshooting zamanında çox kömək edir. Monitor bölməsindən monitor edə bilərsiniz də, yəni switch prosesoru, RAM-ı nə yerdədir. SNMP kompressiyasını buradan alaya bilərsiniz. Firmware update varsa manual olaraq yükləyib update edə bilərik. Yəni interfeyslərimizi, portlarımızı buradan da kompress edə bilərik. Baxın, port 1 göstərir ki, işləyir qaydasında enable'da adını buradan dəyişə bilirsiniz. Ulanları yarada bilərik. Baxın, buradan görürsünüz, sarı rənglə göstərir. Sadəcə 2 portumuz management bulan 100-ə ən təqid olaraq üzv olubdur. Baxın, mən buradan seçərəm. Təqid deyərəm, ən təqid deyərəm. Yəni CLI nə ilə bilirsə, eynisini buradan deyə bilirik. Okay, port 2-ni sanki oradan remove elədik, sildik. Sadəcə port 1 qaldı. Ən təqid olaraq access kimi. Buradan trunklarımızı düzəldə bilərik. Onu trunk 1 deyib. Bura müəyyən bir portu əlavə edirsiniz. Deyək ki, ən sonuncu port nədir? 24-cü port. 2 port əlavə edə bilərsiniz də, yəni. Deyək ki, 1-ci port və yaxud da 24-cü port əlavə elədiniz bura. Oldu trunk qrupun üzvü. Artıq buradan o digər bir switch-ə kabel ata bilərsiniz. FortiGate-in trunkı ayrı olur, uplink ayrı olur. Core switch-dən deyək ki, hansı bir otaqda access switch var, ora uplink atanda onun trunklarını ayrı qoyun. Çünki FortiGate firewall-da routing eləyəcəksinizsə bütün onları gətirirsiniz, amma access switch-ə ancaq hansı lazımdırsa onu gətirirsiniz. Ona görə bizə 2 trunk, 2 uplink lazım olacaq. İndi yenidən mən konsol kabelindən qoşuram switch-ə. Çünki biz müəyyən nastroykaları CLI üzərinə eləyəcəyik, qoyudan yox. Quyu rahatdır, hər şey gözümün qabağındadır, Windows server kimidir bir növ. Amma bu işin qaydası odur ki, komandalarını yazmaq. Çünki komandalar bizə daha çox funksiyalar verir, daha çox bir geniş bir idarə etmə verir komandalarla idarə etmə. Okay, VLAN-larımızı yaradaq. VLAN 10, 20, daha sonra bu VLAN-lara portları assign eləyək. Müəyyən bir senaryo qurmuşam. Dediyim kimi o mapdəki telefonlar, kompüterlər, onların hərəsini uyğun VLAN-lara assign eləyəcəyik. Okay, konsol portdan qoşulduq. İndi port 2-ni Unify, hansı ki Unify-a qoşulub, düzdürmü? Unify-ı port 1-i burada, ikisi də eyni şəbəkədə olsun. Daha sonra kameraları, server VLAN-ını qoşacağıq. Yəni bunlar da access olmalıdır, ən təqid olur. Data VLAN da ən təqid olur müəyyən VLAN-lara. Sadəcə voice VLAN-ı təqid edeyim. Okay, indi configure dedik, config moda keçdik, VLAN 10 deyirik, VLAN-ı yaradırıq. Daha sonra name deyib bu VLAN-a ad veririk. Məsəl üçün deyək data VLAN-ı, hansı ki userların qoşulacağı VLAN-dır bu. Ondan sonra ən-təqid deyirik, yəni access moda salmaq üçün portlarımızı. Ondan 20-yə qədər olan bütün portları mən burada saldım
olan ona. Yəni burada kompüterdə olacaq. Baxın, qeyd etmişəm. Port 10-dan 20-dir. Siz də çalışın hər zaman şəbəkədə mümkün qədər maplər yaradın belə xəritələr. Burada vizuallaşdırın. Çünki şəbəkədə buna ehtiyac var hər zaman. Daha sonra exit dedik, VLAN 20 dedik. 20-ci VLAN yaratdıq. Buna da bir ad verirəm. Kamera VLAN olsun, CCTV VLAN-ı. Ümumiyyətlə kameralar hər zaman ayrı VLAN-da olmalıdır. IP telefonlu kameradır. Bunlar trafik çox yeyir. Ona görə ayrı VLAN-da olsun ki, bəndiqlik olmasın. Həmçinin təhlükəsizliyə görə segmentasiya mütləqdir. Enter deyirik. 3-dən 4-cü portu salırıq kamera VLAN-a. Ondan sonra exit deyək yenə. Keçək. VLAN 30. VLAN 30-u voice VLAN kimi mən qeyd edirəm. Name deyirik PBX. Burada IP telefonlarımız olacaq. Ondan sonra enter deyirik. Port 5-dən 9-a qədər olan portları qoşarıq burada voice VLAN-a. Enter 5, 9 deyirəm tiri ilə. Okey, exit deyirik, burada tamamladıq. Daha sonra VLAN 40 deyirik. VLAN 40 hansı ki, burada serverimiz olacaq, ASP serverimiz ora qoşulacaq. Port 22-ni də bura enter edirik. Əgər ESXi olarsa, ESXi-da çoxlu fərqli şəbəkələr gətirəcəksinizsə ESXi-ya, həmin porta enter yox, təqid eləməlisiniz. Okey, name dedik, server, description yəni verdik buna. Ondan sonra enter deyirəm, 22 deyirəm. ASP server. Ondan sonra bir də bizim menecmer VLAN-ımız var idi. VLAN 100. Hansı ki 100.2 mənim kompüterimdir. 100.1-də switch IP vermişik. Write meme deyirik. OVC VLAN olsa yaratmışdım mən ilk öncə. Menecmer VLAN-ı. Write meme deyirik, saxlanı elədik, exit deyirik, çıxır. Show VLAN deyirik, baxaq görə nələr var. Bu default VLAN-dır. Biz yaratmamışıq, daha sonra gəlib. Data VLAN 10. Kamera VLAN-ı, PBX, server VLAN-ı və menecmer VLAN, hansı ki switch-i və digər cihazları idarə etməsi olan port. Ondan sonra burada bizim unified access point-imiz var. Həmin access point-i də VLAN 50 deyək. Burada biz guest VLAN yaradacağıq, hansı ki qonaqlar Wi-Fi qoşula bilsin. Name guest deyirik. Təqid deyirəm. Access point-in qoşulduğu portu seçirik. Əgər access point-də bir neçə və fərqli şəbəkədən Wi-Fi saydı yaradacaqsınızsa, yenə deyirəm, ən-təqid yox, təqid edirsiniz, yəni trunk edirsiniz. Həmçinin serverdə də belədir. ESXi-də fərqli şəbəkələr gətirəcəksinizsə VM-lərə, ən-təqid yox, təqid olmalıdır. Bu iki şeyi unutmayın. Okey, write meme dedim, saxlanı elədim, editiyib, təzdən VLAN-lara baxıram. 50-ci VLAN-ımız da gəlibdir. Okey, hər şey qaydasında görünür. Okey, show VLAN port deyirik. Portları göstərsin. Show VLAN port. Sual qoyub davam edə bilərsiniz. All deyərsiniz. Hamısını göstərsin. Hansı portlarda daxildir. Və yaxud da ki, spesifik bir portda deyə bilərsiniz. Port 2. Port 2 baxın göstərir ki, guest VLAN-dadır. Port 1 deyərəm, menecmer VLAN-da. Yəni spesifik hansı port, hansı VLAN-dadır ona baxmaq üçün bu komandanı yazırıq. Okey, burada da yazdığımız komandaları kopyalayaq. Bunları da notepad ataq, orada dursun. İndi yenidən qrafik interfeysə qayıtdım, refresh elədim. Baxın, burada da göstərir yenə report kimi. Biz hansı VLAN yaratmışıq, burada göstərir. VLAN 50, 100, 10. Buradan da VLAN bölməsindən baxa bilərsiniz. Adlarını düzgün göstərir, hansı portlar, hani ən-təqiddir, onu da göstərir.
Yəni qutunun tam dolu olanda antaqid olur, içi boş olanda qutularımız, kvadratlarımız o təqid olur. Buradan edit deyib dəyişiklik edə bilərsiniz. Portumuzu antaqid və ya təqid olmasını quyudan edə bilərik. Mən adətən ilk kompressiyanı CLI-nə edirəm, ondan sonra müəyyən dəyişiklikləri hər zaman quyudan edirəm, o daha rahat olur. İndi port 23 və 24 biz dedik ki, bizim trunk portumuzdur. Hansı ki, biri FortiGate-ə gedir, trunk portlarımızdan, apliklərimizdən, biri də Access Switch-ə gedəcək. İndi trunk portlarımızı kompress edək. CLI-dan göstərim ilk öncə, quyudan göstərmişdim onsda. Trunk deyirsiniz 23-24-ü trunk 1 adlı bir qrup əlavə edirəm. Daha sonra VLAN ona giririk. Hansı ki, biz VLAN ona deyəcəyik ki, trunk 1-i təqid olsun. Yəni, trunk edirik bir növ. VLAN-ın içərisinə girərsiniz və ya da ki, VLAN 10,20 qoyarsınız. İkisini ilə də içinə girmiş olursunuz. Exit deyək. Yenidən ayrı şəkildə yazaq. VLAN 10, 20, 30, 40, hansı VLAN yatmışdıq? 50, sonra 100 minizin falan. Yəni, bütün VLANların içərisinə girdik. Bir dəqiqə, nəsə səhv verdi. İndirdik dedik. Bir daha cəhd edək. DS mod eləmişik, üzrlü sayın. Configure moda qaydırıq. Təzədən eyni komandanın yuxarı komandasından basırıq. Config deyirik. VLANlarımızın içərisinə girdik. İndi təqid deyirik. İndi DS moddayıq. Birinci config deyirik, configure moda keçirik. Yəni global compression mod. Sonra trunk deyirik, 23 və 24-ü trunk 1 adlı bir qrupa əlavə edirik. Əla. Daha sonra VLAN 10 deyirik. Onun VLAN içərisinə girərik. Təqid deyib onu trunk 1-ə bir növ trunk edirik. Təqid deyirik. Exit. Daha sonra VLAN 20-yə giririk. Təqid deyirik. Trunk 1 qrupuna da trunk kimi üz veririk. Trunk'ın Cisco'da adı trunk etsə, HP-də adı təqid edir. VLAN 30-a giririk. Eyni şəkildə, yəni 10, 20, 30, 40, 50, 100 hamısına bir girirsiniz. Təqid edirsiniz. Qrup şəklində deyə bilərsiniz, amma ən yaxşısı dəqiq əmin olmaq üçün hər zaman mən bir-bir edirəm. Əgər çox deyilsə 5-6 dənə eləmək olar. Hamısını girdikdən olar. Yine 50 ilə 100 qaldı. Onu deyək. 50 server bağımız idi. Daha sonra bulan 100 də management idi. Hansı ki, switch-i, FortiGate-i biz bu bulandakı IP-lərlə idarə edəcəyik. Bunları ayırmaq, segmentasiya etmək çox önəmlidir. Çünki biri hacklənsə, heç olmasa digər bulanlara access olmasın hacklərin. Həm də ki, bandwidth, trafik söhbətlərinə görə segmentasiya eləmək, şəbəkəni ayırmaq mütləqdir. Bu trunk proseslərində elədik bizə lazım olan. Hazırdır. İndi mən 2 portu bir trunk qrupun içərisinə atdım. Show trunks deyərik. Baxın, görürsünüz, burada 23 və 24-cü portlar bu trunk qrupun üzvüdür. Bu trunk qrupa da bütün VLANlarımızı təqid elədik. Show trunks all yenə eyni göstərir. 23 və 24-cü port.
Yəni bir uplinkimiz gedəcək FortiGate-ə, bir də gedəcək bu core switch deyək, access switch-ə, hansı ki userların kompüteri, telefonu bura qoşulacaq. Deməli bunları yaratdıq, trunkları elədik, uyğun portlara assign, yəni untagged proseslərini elədik. Switch-i ilkin konfigurasiya elədik. Bu əsas işləri gördük. İndi subinterfeyslərimizi yaradırıq. Hansı ki, bunlar arası routing olacaq FortiGate-də. Yəni layer switch olsa layer switch-də deyə bilərsiniz. Switch router-da deyə bilərsiniz. Amma biz bunlar arası routingi eləyirik FortiGate-də. Niyə? Çünki orada xüsusi spesifik rullar yazacağıq, polislər yazacağıq. Ulanlarımızı idarə etmək orada daha rahatdır. Nəinki access listəndən. Tabletimizə baxaq. Baxın, avtomatik qoyulan, bizə istəyək 1.111.1.99. Mən FortiGate-ə qoşuldum, switch-dən çıxdım, Ethernet port ilə. Hansı ki switch-in IP-si başqa idi, görürsünüz FortiGate IP-si başqadır, FortiGate-in default IP-si 1.99-dur, amma onu resetləmişəm, sıfırdan başlayacağıq. Bu test məqsədi olan bir FortiGate dilində. Okey, indi burada deyək ki, 2 dəfə olanda bir parol dəyiş, yeni parol təyin ilə. Yenidən login oluruq. FortiGate barədə mənim olsa yetərincə videom var. O playlistə baxa bilərsiniz. Bu sadəcə bir test məqsədi laboratoriyadır qurduqda, yəni burada həm ASP switch, həm FortiGate ikisi bir yerdə olan, həm də ki, kompüter telefonlar. Okey, burada bizim WAN interfeysimiz var. Yəni simülyasiya eləmişik də, gerçək WAN interfeysimiz deyil o. Yəni gerçək public IP deyil, gerçək bir ISP yoxdur. Mən öz şəbəkəmdəki deyək ki, TP-Link routeru eləmişəm ISP sanki. Və WAN interfeysimi public IP yerinə private IP vermişəm. Simülyasiya edirik. NAT-ın üstündə NAT var elədir. 2-3 dəfə NAT gedir orada. Okey, WAN interfeys kimi saxta bir public IP verdim. 0.117. Daha sonra LAN şəbəkəni qururuq. Baxın, LAN switch kimidir, hardware switchdir. 5 port onun üzərindədir. Biz buradan gəlib portları ayrada bilərik həmin o switchdən. Defaultda IP-si 1.9. Edit deyərsiniz, hər hansı bir portu ayıra bilərsiniz buradan. LAN 5-i ayırdım. Məsələn ki, o LAN 5-dən gedir bizim switchin trunk portuna. LAN 1 okeydir, burada problem yox. Bizə lazımdır LAN 5. LAN 5 indi dəqiqə LAN görünür. Baxın, bunun adını dəyişən burada LAN 5. Siz də nə eləyirsinizsə, mütləq şəkildə bu cızmaqara olan şəkildə dəyişin ki, ən azından görəsiniz hansı proseslər elədiniz. Yəni vizuallaşdırmaq yaxşıdır. Vizuallaşdırmaq üçün gözəl proqramlardan biri Draw.io var, bir də Microsoft Visio var. Okey, LAN 5-i indi buna ad verək. Subinterfeyslər üçün bu sanki bir kanaldır. Bunun üstündə quracağıq bütün subinterfeyslərimizi. Bu uplinkdir. Lonlu LAN qoyuruq. Buna IP verməyə də bilərsiniz. Şərt deyil yəni. Versəz yaxşıdır. Niyə? Sabah bir gün bulanlarda problem olsa, switchdə problem olsa, ən azından bu IP-dən belə deyim də, FortiGate-ə girib idarə edə bilərsiniz. Amma normalda bunları STP-ni bağlayın. Heç IP-də verməyin, ehtiyac yoxdur. DSP-də bağlı qalsın. Çünki biz bu port üzərində subinterfeyslər qoyacağıq. Bu port bir növ körpü olacaq. Bunun üzərində sanki başqa kanallar olacaq. Okey, FortiGate-imizin LAN 1 portu bu dəqiqə management rolunu oynayır məndə. O port bir üzərindən qoşulmuşam. FortiGate-ə 1.99 IP-sindən özü DSP-ə verir. LAN 5-i də elədim, uplink switch-ə gedir, core switch-imizə. Bunu hardware switch-in içərisindən ayırdım. Əvvəl ora üzvü idi. LAN 1 portuna da IP vermişik 0.117 statik olaraq, güya public IP-dir. Bizi internetə çıxaran port odur. Core switch-də olanlar yaratmışıq, trunk access-lər eləmişik, qalıb. Burada subinterfeyslər yaradıb. LAN-lar arası routing eləyək. Subinterfeys yaradandan sonra Forti-də. Ondan sonra polisləri yandıracağıq. Ondan sonra routing-də okey deyirsə, so. İndi bunun üzərinə gəlirsiniz.
Bir dəfə klik edeyim. Daha sonra create new deyib subinterfaceləri yaradım. Mən burada yazmışam 11, 21, 31. Hər bir VLAN-a uyğun bir IP adresi vermişəm ki, baxanda mən bilim. Okay, birinci subinterface yazırıq. VLAN 10 deyirik. ID-sin ilə 10 qoyuruq. Çünki HSP ilə qoymuşduq. Aliasını verə də bilərsiniz, vermədik. Yəni optionaldır. Daha sonra subinterface-in IP-sini qoyuruq. Adətən birinci IP ya da sonuncu IP-ni qoyurlar. Ya da 1 ya da 254. Mən birinci IP-ni qoyuram. Ping açıram. DSP server açıram ki, DSP-sizə qoşulan hər hansı bir end user, kompüter, PC, telefon IP ala bilsin. Okay, DSP açıq. Network detection açıq ki, kimlər qoşuldu baxın bilim. Burada interface seçməliyik. Yəni LAN 5-in üzərində qoyuruq biz bu interfacelərin hamısını. Baxın bu plusun üstünə bassa, orada gələcək altında bulub kimi. Onu göstərir ki, bu VLAN portudur. Bir bütün VLANların subinterfacelərini portda yaradacağıq. Daha sonra polislərlə, routinglə interfeys çıxaracağıq. Hətta bir-birləri arasında əlaqə edəcəyik. Yine eyni şəkildə LAN 5-in üzərində digər subinterface LAN 20-ni qoyuram. Alias name CCTV və ya kamera yazırsınız. ID-si yenə 20. DSP serverdə eləyəcəyik burada. Birinci IP verək subinterface'imizə. 20.1 ping açıram. DSP serveri açıram. O HTTP, HTTPS bu kimi ayarları ancaq müvəffəq planda açacağıq. Device detection'da həmişə açın ki, o plana kimlər qoşulub bir baxaq. Yəni məlumatlar toplayır oradan əməliyyat sistemi, kompüter nədir. Digər plan yaradaq, server plan, guest falan. Ardıcıl şəkildə hamısında bu yaradacağıq. Okay, PBX voice LAN-ı yaratdıq. 30.1 ping açdım. Yenə DSP-nin direction açırıq. Bu da hazır. Baxaq yenə kontrol edək. Əla. 3 dənə LAN-ımızın subinterface gəlib. Digər ikisini də yaradaq. Yenə LAN 5 portu üzərində yaradırıq. LAN 40. Yəni bir neçə addımdır. Çox sadə əslində proses. Yenə server LAN-ı. Burada 40.1 subinterface IP verəcəyik. Yəni həmin LAN-ın gateway-idir. End user'larda gateway kimi serverdə bu dəqiqə 40.1 olmalıdır ki, başqa şəbəkələrə çıxsın. Burada HTTPS-i açaq, server LAN-ın ola bilsin ki, mən FortiGate-ə, switch-ə, digər müəyyən yerlərə girə bilmək istəyirəmsə, orada açmalıyam. Okay, server LAN-ı açdım, yəni server LAN-da olan bir serverdən, kompüterdən mən FortiGate-ə girə biləcəm. Yenə LAN 5 üzərində digər subinterface yaradırıq. Bulan 50 guest plan idi bu. Hansı ki access point-i qoşacağıq buraya Unifier. ID-si də yenə 50. ID-ləri hər zaman eyni yazın. CVC-dən yazmışsınızsa burada da eyni yazmalısınız. Yoxsa uyğunluq olmayacaq, problem yaranacaq sizə. Okay, əla. Sonuncu planımızı yaradaq, management planı. Hansı ki bu management planı üzərindən həm CVC həm portunu idarə edəcək. Bulan 100 deyirəm, adına management qoyuruq. Yine LAN 5 portu üzərində yazırıq. LAN ID-si 100. LAN olur. Okay. 100.1 gateway. Burada hamısını açırıq. Çünki bu bizim hostum managementimizdir. DSP-ni də enable edirik. Range özü təyin edirik. Device detection'da açıq. Əla. Buna da 100.1 verdik. Switch'imizin də IP-si belədir. Switch'in IP-sini belə dəyişərik. Ya Fortin dəyişməlisiniz, ya Switch'in IP-sini. Ya birinci IP verirlər subnetin, ya da ki, sonuncu IP verirlər ki, yəni yadda qalmasın. Okay, subinterface'lər yaratdıq. DSP-ni də enable edirik ki, o şəbəkələrə qoşulan kompüterlər, device'lar IP ala bilsinlər. Bir də server LAN-ı yaratmadıq. Çünki server LAN-da IP-ləri hər zaman statik veririk. 4-5 dənə server olur, VM olur. O görə ehtiyac yoxdur burada DSP-ni yandırmağa. Ümumiyyətlə IT-də belə bir şey var ki, bir şey ehtiyac deyilsə onu aktiv eləməyin.
təhlükəsizliyə görə boşluq yaratmayın. Yəni DSP işlətmirəmsə mən orada bir DSP yandırmalıyım. Daha da təhlükəli bir olasın oradan şəbəkəni. İndi data bulanı internetə doğru rul yazmalıyam ki, internetə çıxsın da. Yəni burada 100 var axı internetə çıxmalıdır. Kompüterlər, mobil telefonlar deyək. Hansı bir serveri var, fərqi yoxdur. Və management plan bu hansı ki idarə edəcək də bütün planlara akses olmalıdır. Yəni mən management planda olan mənim kompüterim bütün planlara girə bilməlidir. Orada PBX varsa PBX-ə girməliyəm, NVR-a girməliyəm kamera planında, Unify Access Point-ə girməliyəm. Любой bir plandakı cihaza, serverə qoşula bilməliyəm deyə oradan akses verməliyəm. Bu iki rulu yazmağı unutmuruq. Okay, indi mənim kompüterimizdən yoxlayaq. Ulan 100-dən, port 1 üzərindən. Görək nə IP alır. Hal-hazırda mənim kompüterim FortiGate-in port 1 üzərindən qoşulubdur. İndi mən onu switch-dən əlaqələndirəcəm. Daha sonra switch üzərindən IP alacam. Yəni FortiGate-in LAN 5 portunu, hansı ki sub interfeysləri bunun üzərində yaratdı, qoşuluq HP switch-in 23 və ya 24-cü portuna, hansı ki onu trunk eləmişdik. Yəni o bizim uplinkimiz olubdur. Yəni siz iki portu da elə bilərsiniz. Easy channel-dır, failure, hər hansı bir kabeldə problem yaranarsa, digər üzərindən əlaqə getsin deyə elə də quraşdıra bilərsiniz. İndiki senaryoda bizə ehtiyac yoxdur, tək bir kabel bəsdir. Amma load balansdır, fault toleransdır. Onun üçün iki kabeli birləşdirə bilərsiniz, niftimini edə bilərsiniz. FortiGate-də də mümkündür, switch-də də. Okay, mənim kompüterim qoşulub 10.10, 100.2, 100.1-də gateway-dir onun. Uplinki qoşduq, Fortdən switch uplinki qoşduq. Həmçinin switchin birinci portu da mənim kompüterim oradadır. Birinci portumuz manager falandaydı. IP-ni də alıb 100.2 alıbdır. İndi mənim kompüterim switch üzərindən geçsin, FortiGate-in web interfeysinə girsin. Onun 100.1-dən girsin. Bax, əvvəlki kimi 1.99 IP-sindən yox, normalda nə idisə ondan, manager falandı nə idi? 100.1. Amma dediyim kimi də burada biz bunu 100.1 qoyduq, amma switchin də IP-sini daha öncə 100.1 qoymuşduq. Mütləq şəkildə ya FortiGate-in, yəni sub interfeysimizin IP-sini dəyişməliyik, ya da ki switchin IP-sini dəyişməliyik. Çünki konflikt olacaq. Yəni iki cihaza eyni anda iki IP-ni verə bilməliyik, qoşula bilməliyik. Ona görə nə etməliyik? Getməliyik konsol kabel üzərindən yenə switch-ə qoşulmalıyıq. Interfeys olan user manager falan girməliyik. Ona IP-ni 100.1 deyil də 100.100 qoyaq. İndi ilk başda əslində 100.100 istəmişdim mən, sonra da o fikrimi dəyişdirmişdim. 100.5 deyək. Fərqi yoxdur, yəni nə istəyirsiniz deyə bilərsiniz də. Yenə /report deyirəm. O gedir. Eyni adresdən var. Yoxdur ki, overlapping method deyir. Bir dəqiqə show interface bulan. Bəzi komandalar Cisco-dadır. Mən yenə alışmışam yazıram. Show interface bulan istəyirsiniz. Onlara baxaq da. Mevzu olmuşları. Okay. Interface brief deyək. Okay, 20-ci portumuz up göstərir. Uplinkimiz düzdür. İndi interface bulan deyirəm. 100. Onun içərisinə daxil olaq. IP adres deyək. 10. Birinci IP-ni silək, bayaqçı IP-ni silək. O göstərir ki, yəni var ya da ki, overlapping olur. Problem oldu. Yəni başdan silək hamısını.
No IP adres istəyirik. Bu IP-ni sildik. Düzdürmü? FortiGate-dən o IP konflikt hürmətində sildik. İndi təzədən o IP adres istəyirik. Onu 100.100 deyirəm. Və /23 yəni no IP adres deyirsiniz ki, onun IP-ni silirsiniz, delete edirsiniz. Sonra IP adres onun 100.100 deyirsiniz, yeni IP-ni yazırsınız. Artıq switchimizin management IP-si həm webdən, həm CLI-dan fərqi yoxdur. Onun 100.100-dür. Yəni bura biz SSH-la da qoşula bilərik, PAT üzərindən, Mobaxen-lə. Bu da ki, HTTPS-lə webdən də qoşula bilərik, fərqi yox. Başda switchimizə onun 100.1 IP-sini vermişdik. Sonradan onun FortiGate-də sub-interface üçün verdiyimiz üçün konflikt olmasın deyə switchin IP-sini dəyişdik. Okay, indi burada da yazdım onu. Bu bizim bilinsin ki, management, FortiGate management IP-sidir. 100.1 buradadır. İndi port 1-də interneti test eləyək. Mənim kompüterim switchin birinci portuna qoşulub, management interface-dədir. Həmin bulandan görək, internet aksesi var, yoxsa yox. İnternete çıxa biləcək, yoxsa yox. Görürsünüz, 10.100.2-dir. IP-miz mevzu plandadır. Ping 8.8 deyirəm. Okay, cavab gəlir. Cavab gəlir. Yəni, NCP-cıqlı yerinə gedək. Bu şəbəkəni sürüdən Wi-Fi-mizi söndürək. Okay, Wi-Fi-yi söndürdüm. İndi yenidən eyni komandanı icra edək. Çünki bayaq Wi-Fi üzərindən çıxırdı. İndi ping deyirəm, baxın, ping cavabımız gəlmiş. Niyə? Çünki bizim management planımızın internet aksesi yoxdur. FortiGate-də internet aksesi üçün polisi yazmamışıq, icazə verməmişik. Və digər VLAN-lara da hələ ki aksesimiz yoxdur, çünki onun da rullarını yazmamışıq. 30.1, 20.1 fərqi yoxdur, 10.1-lik oyuna ping getməməlidir. Görürsünüz, getməlidir həqiqətən. Amma biz normalda bu VLAN-ı management üçün eləmişiksə, hər bir yerə akses olmalıdır. Çünki biz burada, bizim kompüterimiz burada olacaq. Buradan bütün şəbəkəni və digər cihazları idarə edəcəyik. Ona görə gedək, növbət haqqında FortiGate-də akses rullarımızı yazaq. IPv4 polisi ilə bunu aktiv edirik. Source-dan məsəl üçün management falan qoyacağıq. Target destination-da all bulan və yaxud da ki, WAN interface qoyuruq ki, internetə çıxsın. 2 dənə rul yazaq. LAN to WAN və LAN 100-dən bütün WAN-lara akses yaradıq. Gedirik FortiGate-imizə. Baxın, bu interface artıq aktiv deyil. Çünki mən Fortiyə birbaşa qoşulmamışam. Uplink-i HTTP switch üzərindən qoşulmuşam. Ona görə bunu bağlayırıq. İndi FortiGate-in yeni management IP-sindən qoşuluruq. 100.1. Switch-də 100.100-dür. Okay, bu xətanı boş verin. Davam edirsiniz. FortiGate-in parolunu daxil olun. Later lazım deyil. Daha sonra polisiyə ilə IPv4 polisi deyirsiniz. Create new deyib yeni management LAN göstərici LAN 1-ə. O LAN 1 də bizə lazım deyil. Okay, LAN 100 to outside deyək. Yəni LAN 100-dən WAN şəbəkəsinə LAN 100-ü seçirəm. WAN deyirəm. Management interface-in olan kompüter internet çıxa biləcək. Source all, destination all deyirik, service all, NAT açırıq, okay, amping aça bilərsiniz, SSH, okay deyirik. Artıq internetə çıxışımız var. Yəni, ping-i ilə də yoxlayaq. TLS-dən təmizləyin, ping deyin. Əla, ping paketlərimiz qayıdır, reply gəlir. İnternetə çıxırıq, görürsünüz. Eyni şəkildə data VLAN-ını da internetə çıxışını yaratmalıyıq. Çünki end-userlar, kompüterlər internetə çıxmalıdır.
Burada feature visibility yerindən bir polisi də bir neçə interfeysi var. Multiple interface polisi. Bunu enable eləyin. Bir polisi də bir neçə interfeysi seçə bilin. Hər dəfə gedib yeni polisi yaratmayın. Mən eləyirəm. Məsəl üçün data alanından deyək ki, mezun falan internet çıxmalıdır. Spesifik bir şey eləmirəm də. İkisini source-da seçirəm. Bir dənə van qoyuram. Hər dəfə gedib yeni polisi yaratmıram. Mənə rahatçılıq verir bu. Onu feature visibility defaultda bağlayacaq. Siz onu sonradan yandıra bilərsiniz. Tamam, management. Outcome'da seçirəm. Deyək ki, bütün planları seçirəm. Management planından hər yerə akses olsun. Bunu yaratmasaydım, gərək bir rullar yaradaydım. Hamısını ayrı-ayrı 5-nin altına rul yaradaydım. Burada da all deyirəm. Hələ ki oldu, yəni. Onu sonradan sıxa bilərsiniz. Nata ehtiyac yoxdur, indi də çıxmadıq. Insight-da takılırıq. Antivirus da söndürürəm. Okay, bu da hazırdır. İndi gedək yenidən ping ataq digər planların sub interfeyslərinə. Yoxlayaq görək həqiqətən rul işləyir. Əla, işləyir. Cavab gəlir. Hər şey əladır. 20.1, 30.1, düz. Süper. 40.1 olsun, lab 50.1 olsun, fərqi yoxdur. Əla, yoxladıq ki, management falandan digər bütün planlara aksesimiz var. Burada da problem yoxdur. FortiGate ünvan interfeysini avtomatik olaraq təyin etdiyim üçün mənim routingə ehtiyacım olmadı. Özü götürdü gateway-ni. Amma siz FortiGate ünvan interfeysinə public IP-sini statik olaraq əllə yazsaz, default rootda yazmalısınız. 0.0-a getsin, gateway-dən soruşsun, yəni ISP routerundan. Mənim senaryomda ehtiyac olmadı. NAT-ı da özü avtomatik enable edirik, özü yaradır. Burada 2 dəfə NAT gedir, bir dəfə bu FortiGate edir, bir dəfə də deyək ki, bu spinning code edir, məsəl üçün deyək ki. Okay, 100.1 expire obsession 100.100 deyək, çünki IP-sini dəyişmişdik biz switchimizin. HTTPS-dən deyil, HTTP-dəndir. SSL-in manager user-dən daxil olub, admindən yox, manager və ya operator defaultda amma admindən gəldi. Biz sadəcə proqramı dəyişmişdik ilk başda. Biraz daha genişləndirilmiş, inkişaf etmiş grafik interfeysdən girək. Interface port formasına daxil olan. Görürsünüz, post 1 enable'dır, okeydir, 24'də okeydir. 24 bizim trunk postumuzdur. Hansı ki FortiGate oradan qoşulub switch-ə. Buradan port name ad verə bilərik, buna description deyə bilərsiniz. Trunk uplink deyirəm. Bir daha verir. Port 1 banda bir description deyə bilərsiniz. Plan 100, görürsünüz 100.100 vermiş hepsini. Default planda artıq işimiz yoxdur. 21-ci port default planda gəlib. Hansı portun hansı planını çıxarsaq, o default porta düşür. Belə bir şey default plana düşür. Bu da reportdan da CLI-dan da baxaq. Bunu da kopyalayıb notepad-da saxlayıb edə bilərsiniz backup kimi. Buradan da Forti'də də backup ala bilərsiniz. Bu da çox rahat sabit. Adətən switchlərdə TFTP-lə backup alınır. Burada isə bu show running-i biriniz kopyalayırsınız, notepad atırsınız. O da bir backup sayılır. Okay, bunları kopyaladım. Notepad-ə save edirəm. Dursun yerlərdə. Tamam, bunları da saxlayıb eləyək. Əla, bu da hazırdır.
İndi bir dənə də xəritəmizə geri qayıdaq. Nələr etdiyimə baxaq. Mezun plan 100. Buradan bir haber getdi. Burada geri üzərindən iceberg kəndə internetdə sesimiz var. Sonra bu admin PC-dən bulan 50-yə, 10-a, 30-a, 20-yə, 40-a bütün bulanlara aksesimiz oldu. Çünki polis yazdıq. 2 dənə rol yazdıq da, internetə doğru, bir də digər bütün bulanlara doğru. Bu admin kompüterimiz mezunlandadır. Bütün bu cihazlara aksesi var. Onlara qoşula bilərik. Masa üstünü yoxlayaq. IP telefon peki bulan 30, voice fan 30.2. Beş, 9 voice fan'daydı. Deyək ki, bura bir IP telefon qoymuşuq Cisco. Düzdür mü? Onun da IP'si olsun 30.2. DSP'dən alacaq IP-ni, çünki DSP-ni yandırmışdıq. Bir dənə serverdan da yandırmadı. DSP range'də də biz qoymuşduq ki, 1.2-dən başlasın, belə birinci IP-ni görəcək görürsünüz. 100.2 mənim mezun hanıcı IP-imdir, 100.1-də sub interface-imdir. İndi buradan ping atıram, 30.2-yə IP telefona. Birinci sub interface attım, okey. İndi IP telefon attım, yenə okeydir. Gedək birdən yoxlayaq. 32 yazıram, Advanced Proceed davam edirsiniz. Əla, IP telefonumuza girdik. V-Link marka IP telefonumuz SIP-T30. Yəni, bu qədər girdiksə bəs eləyir. Yəni, mən bunu göstərirəm ki, management planında olan IT adamın kompüteri digər vanadakı antiviruslara, telefon, server, kompüterə girə bilir. Normalda bu belə olmalıdır. Okey, buradan IP telefona həm layer seviyəsində ping atdıq, yoxladıq, həm də ki layer seviyəsində elə qeybində girdik. Burada port bölməsindən baxaq. Port 8 aktivdir. Düzdür mü? Burada description verək. IP telefon olduğunu göstərək. Ümumiyyətlə switchdə hansı cihazı hara qoşursunuzsa mütləq port mapping eləyin. Descriptionları verin. Troubleshooting zamanı çox lazım olur, önemlidir. Və kabellərində də label olsun. Bu kabel hara gedir? Bir MPC-dir. İndi isə ikinci hissəyə keçirik. Birinci hissədə biz HP Aruba switch-i 2-ni konfigurasiya eləmişdik və daha sonra orada VLAN-lar yaratdıq. Ondan sonra həmin VLAN-lara uyğun portları ntəqid və ya təqid kimi, access və ya trunk kimi konfigurasiya elədik. İkinci hissədə FortiGate-də VLAN-lar üçün sub interface-lər yaratdıq, DHCP-ni aktiv etdik. Daha sonra lazımi rulları yazdıq, polisləri. İndi isə üçüncü hissədə HP Aruba switch-dən bir uplink atacağıq yeni bir switch-ə. Hansı ki bu beləydi, access layer-də olan bir switch sayaq. End userların kompüterləri, telefonları bu switch-ə qoşulacaq. Adını qoyaq HP Aruba switch 2. Biz core switch-imizdən bir uplink FortiGate atmışdıq daha əvvəl. Trunk bir qrupu yaradıb, port 23 və 24-də ona üzv eləmişdik. 24-cü portdan gedirdi əlaqəmiz. Amma ona nəsə olarsa, backup kimi 23-cü portumuzda var. İndi isə tamam ayrı bir portdan switch 2-yə uplink atacağıq. Okey, FortiGate-dən bir kabel dediyim kimi core switch-ə gedirdi. Bu okeydir, hər şey burada əlaydı, quraşdırdıq. İndi üçüncü hissədə keçirik. Bu switch-dən, məsəl üçün port 21-dən bu switch-in elə port 21-nə bir Ethernet kabel atacağıq. Bunu uplink edirik. Ondan sonra bu portu trunk eləyəcəyik və bu trunkdan istədiyimiz bütün VLAN-ları keçirəcəyik. Ondan sonra yeni switch 2-də də bu VLAN-lar olacaq və kompüterləri, telefonları, kameraları o VLAN-lara ntəqid, yəni access kimi əlavə edə biləcəyik. Növbəti hissədə isə bu switchlərə artıq IP telefon, kompüter qoşacağıq. Həmçinin bir telefona arxasına əlavə bir Ethernet portla kompüter qoşacağıq. Yəni bir portdan həm telefon, həm kompüter işləyəcək. İndi isə ilk olaraq yenə konsol kabellə gedirəm admin kompüterdən
PuTTY-lə və Mobox ilə serial interfeyslə qoşuluram switchimizə, CLI ilə. Bunu birinci nastroyk eləyək. Daha sonra Ethernet portdan IP adresi üzərindən webdən və yaxud da ki, SSH-la qoşula biləcəm. İlk konsoldan qoşulaq. PuTTY olar, Mobox olar, fərqi yoxdur. Okay. Mən buna qoşulmuşam. Bir ad da vermişəm ki, qarşılıq olmasın, amma yenə də factory reset eləyək. İçində nə varsa silək. Configure deyirik, yəni global concretion moda keçirik sanki. Cisco məntiqi ilə baxsaq. Reset, saved concretion nə varsa hamısını silsin. Bir hərfini bassaq, hə deməkdir, yəni sil. Bunu bassaq, yox. Nə varsa hamısını siləcək, sonra restart sonrasına siləcək. Okay, resetlənir. Biz yenə də topologiyanı quraq mapdə, vizuallaşdıraq hər zaman. Çünki bu bizə rahatçılıq verir. Ən azından bilirik ki, hansı cihaz hara birləşdirilibdir, ona hansıları qoşulubdur. Baxın, birinci xəritəm var idi mənim. Burada FortiGate, CoreSwitch və ona qoşulu cihazlar var. İndi isə onu tam olaraq CoreSwitch kimi eləyəcəm ona. Yəni, əslində end userlar kompüterlərini, IP telefonlarını, yaxud elə kameralarda bu switchlərə qoşacaq. CoreSwitch ancaq switchlərə qoşulacaq, bir də FortiGate. Bunun da adını qoyuruq ESP Aruba Switch 2. Daha sonra burada portlarımızı da yazaq. Port 21-i burada uplink edirik. Port 21-dən switch 1-in port 21-nə bir kabel atacağıq. Bunları trunk edəcəyik. Həmin trunklardan bütün ulanları keçirəcəyik ki, yeni switchimizə də ulanlar gəlsin. Okay. Buradan da yenə port 1-dən kabel atacağıq, bir kompüterə deyək. Port 21-dən də uplinkimizi çəkək bunu. Göstərək, həqiqətən gəlib bu switchə bilir. Okay, deyək ki, bura qoşuldu. Burada port 21 yazaq buna da. ESP Aruba Switch 2-mizin də IP adresini menecment falandan qoyacağıq. Yəni birincini 100.100 qoyduq. İkincini də 100 subnetindən bir IP verəcəyik. Uplink cable yazılmıram. Bilinsin ki, bu bizim iki switch arasındakı körpü olmayan kabeldir. Okay, port 21-lər hər iki switchdə uplinkdir. Switchlər arasındakı əlaqəni qurur. Birinci FortiGate üçün uplink yaratmışdıq. 24 və 23-cü portu trunk qrupu əlavə eləmişdik. İndi isə ayrıca 21-ci portu biz trunk qrup yaratmayacağıq. Elə birbaşa onu trunk kimi göstərəcəyik. Yəni şərt deyil trunk qrup yaradasınız, ora portu assign edəsiniz. Okay, bu kompüteri də göstərəcək. Həqiqətən menecer olan yüzdədir. Port 1-i eyni şəkildə menecer falan assign edəcəyik və gedəcək CoreSwitch üzərindən digər kompüterlərə, IP telefonlara, NVR-ə və ya serverə qoşula biləcək. Həm bu switchdəki cihazlar bir-birinə qoşulacaq, həm oradan, həm buradan. Həmçinin FortiGate üzərindən ISP-yə, ISP-dən də internetə gedə biləcək. İndi gedək ESP Aruba Switch 2-də konfigurasiya eləyək. Açırıq terminalımızı. Okay, restart oldu. Restart oldu. Yenə bu 2530 modeldir. 24 portluq, gigabitlik PoE switchdir. VLAN-ları istəsəz əllə də yarada bilərsiniz. İstəsəz VTP konfigurasiya edə bilərsiniz. VLAN trunking protokol. Yəni VLAN-ları burada gətirə bilərsiniz. Amma mən onu məsləhət görmürəm. Əgər çox VLAN yoxdursa, ehtiyac yoxdur. Bir də orada server modu enable edirsiniz. Transparent modu var. Bəzən səhvlik olur, ona görə ən gözəli budur. Həm də təhlükəli ola bilir bəzən VTP üzərindən ataklar da olur. Ona görə az VLAN varsa, 5-6 VLAN nədir ki, onu özünüz əllə yaradır. Configure deyək, hostname deyək, layer 2 switch 2. Okay, new VLAN 10 yaradırıq.
Bir planları yaradırıq. Yaradırsan, çıxırsan, exit deyirsən. Ondan sonra uyğun bulanlara müəyyən portları access, yəni təqid edirik. Uplink portumuzu trunk portumuzu təqid edirik. Okay, 10, 20, 30, 40, 50 falandan yaratdıq. İndi 100 yaradaq. Tamam, planlarımız hazır. İndi write meme deyək, saxlanıt edək. Saxlanıt eləməsəz, switchimiz restart getsə, kompressoru itəcək. Defaultda da nastroykalar var idisə, onlar gələcək. Ona görə hər zaman write meme edin. Okay, şoranı ediblə baxıram, gömlələr yaratdım. Əla. Planlarımız yanıb. iPad SSD-lərdə yoxdur, ehtiyac yoxdur. Çünki biz planlar routingi FortiGate edirik. Ad verdik, planları yaratdıq. Bunları yenə kopyalayım, atım bura, notepad-də də dursun. Bunları hər zaman notepad-də yazın, qeyd edin. Çünki troubleshooting zamanı bu qeydləriniz, sonra orada map yaradırsınız, Drive.io və yaxud da ki Microsoft Visio'da switchin şəklini qoyursunuz, orada önemli cihazlar şəklini qoyursunuz. Troubleshooting zamanı bir problem olanda gözünüzün qabağına gətirə bilirsiniz və məsələni daha tez həll edə bilirsiniz. Gözünüzün qabağında olur hər şey. İndi isə keçək ikinci hissəyə. Uyğun portları müəyyən planlara asan eləyək və uplink portumuzu da trunk eləyək. İndi bizim bir kompüterimiz menüdə falan güzel əlavə eləməliyik. Onu port 1-ə qoşmuşuq. Düzdürmü? Yenə configure deyirik. Configuration moda keçirik. Bulan 100 deyib içərisindən girib portu göstərə bilərsiniz. Və ya da portun içərisinə girib bulan 100-ə asan edə bilərsiniz. Fərqi yoxdur. Hər iki yolu olur. Okay, bulan 100 dedim. Untagged 1 deyirəm. Exit. Yəni birinci portu bulan 100-ə access kimi elədim. Sonra çıxış edirik. Daha sonra port 21-ə giririk. Onu təqid eləyəcəyik, yəni trunk eləyəcəyik. Təqid eləyəndən sonra bütün bulanları o təqiddən oradan keçirəcəyik ki, hər iki tərəfdə bir-birinə BD-də əlaqə olsun. Yəni bu trunk nastroykalarını hər ikisi üstə eləməliyik. Onu bura kopyalayıb atım. Deyək ki, bu sistem admin kompüteridir. O birisi də şəbəkə admin kompüteridir. Bulan güzel sign elədik. Ona da bir IP verəcəyik. Statik də verə bilərsiniz. Onsa biz menzil falan DHCP-ni birləmişdik. Server bulanında söndürmüşdük. Öz IP alacaq 100.2.1 almışdısa deyək. Bu da 100.3 almalıdır. İndi port 21 dediyim kimi uplinkdir. Core switch'e gedir buradan. Yəni switch 1-ə. O portu trunk eləyirik. Təqid. İndi bir bulanlara girək içərisinə. Ondan sonra port 21-i göstərib təqid deyək. Yəni port 21-ə olanlar trunk olsun. Yəni bunu bir dəfə şəkildə deyə bilərsiniz. Fərqi yoxdur. Yəni tək-tək eləməyiniz şərt deyil. Mən sadəcə hər zaman biraz əmin olmaq istəyirəm deyə bir çox prosesi bir-bir eləyirəm. Tam əmin olun. Okay, bulanına girdik. Ad verdik buna. Description data dedik. Çünki biz VTP-ni yaratmamışıq. Bir-bir əldən yaradırıq hamısını. Sonra təqid 21 dedim. Ondan sonra digər bulan 20. Yenə eyni şəkildə name verərsiniz. Təqid deyərsiniz. Təqid 21 exit. Okay, bulan 100-ü də içərisinə giririk. Ona da bir management olduğunu bildirək.
verdim. Təqib deyirəm 21. Bitdi. VLAN-lardakı trunk kompressiyalarını yerinə yetirdik. Flight mem deyirik, saxlanırıq. Artıq switch 2 LAN demək olar ki, işimizi həll etmişik. Sonra gedirik yenə switch 1-ə, yəni core switch-ə. Orada da eyni şəkildə port 21-i uplink üçün lazımi parametrləri yazırıq, yəni təqib edirik. Buraya yazım bilinsin ki, wait ASP Aruba switch 1 kompressiyasıdır. Okey, buranı elədik. Port 1 və port 21-i bu hazırdır. Bunu keçirik bu switch-ə, yəni switch 1-ə, oradakı port 21-i uplinki trunk edirik. Bu 2 idi. Şeyləyək. Yeni əlavə etdiyimiz switch. Burada yazaq ASP Aruba switch 1. Əsas Aruba birinci FortiGate ilə uplink olan switchdə, yəni bu core switch rolunu oynayır. İkisi də eyni switchdir. Marka olaraq ASP Aruba 2530 24 portluq gigabitlik PoE switchləridir. Dediyim kimi FortiGate olan uplinki biz trunk qrup 1 yaratmışdıq. Onun içərisində 23 və 24-cü portları əsasən vermişdik. Daha sonra 24 fiziki portdan bir Ethernet kabeli FortiGate-in LAN 5 portuna atmışdıq. Hansı ki orada sub interfeyslər yaratmışıq. 23-də backup kimi durur, onun nəsə olsa. Çünki biz FortiGate-də o nick teaming ayarları eləmədik. Eləsəydik 2 kabellə işləyərdik, ikisi də eyni anda backup kimi. Yəni bu core switch-ə neçə dənə cihaz qoşulacaqsa, switch olaraq deyirəm də, switch və yaxud da ki, router olar, firewall olar, həmin uplinkləri bir-bir ayrı-ayrı eləməlisiniz və həmin uplinklərdən hansı VLAN-lar keçməlidir, ona uyğun təqid eləməlisiniz. İndi bu Voxterm-lə konsol kabel üzərindən yenə switchimizə qoşulmuşuq. Switch 1-dəyik, yəni core switch-dəyik. Birinci şovlan edeyim. Kompressiyara baxaq. VLAN-larımız yerindədir. Problem yoxdur. İndi gedək. Compression moda keçək. User moddan. VLAN 10 deyərəm. Daha sonra təqid 21 deyək. Yenə eyni şəkildə VLAN 20, təqid 5. Şərt deyil də indi 21 olar, 5 olar, fərqi yoxdur. Lübo istədiyiniz portu qoya bilərsiniz. İndi mən o yuxarıda VLAN 10-da təqid 5 dedim, onu dəyişərik, sonunda VLAN 21 eləyərik. Okey. VLAN 10. Təzdən gedim sən no təqid 5 dedim, səhv eləmişdim ona, təqid 21. Qabağına no yazırsınız, səhv eləyərlər, silirəm. Okey, eyni şəkildə VLAN 30, təqid 21. Yəni VLAN 30-a girdim, trunk elədim, port 21-ə. Yenə VLAN 50, VLAN 100. Daha sonra write mem eləməyi də unutmayın. Çünki bəzən olur ki, o qədər kompress edirlər, əziyyət çəkirlər, sonra write mem eləmək yaddan çıxır. Yəni, işıqlar söndü, switch restart getdi, UPS-də yox idi. Bütün kompressor getdi. Əgər əminsinizsə, hər şey qaydasında işləyirsə,
saxlanit edin. Yəni running config-dəki konfiqləri startup config-ə atın, write-name yazın. Dediyim kimi orada yanlışlıqla deyək ki, onu port 5-ə təqid eləmişdik. Qabağına sadəcə həmin porta girib, həmin VLAN-a girib, qabağına no təqid 5 deyəndə, yəni o delete eləyir, silir. Sonra təqid 21 deyirsən, port 21-ə trunk eləyir. Okay, ikinci switch də hazır idi. İndi birinci switch-i elədik. Hər iki switch okeydir, hazırdır. İndi test eləyə bilərik. Deyək ki, sysadmin kompüterindən, şəbəkə admininin kompüterinə ping ata bilərik, yoxlaya bilərik, akses var yoxsa yox, və yaxud da elə o kompüterdən başqa bulanların sub interfeyslərinə ping ata bilərik. Hər iki switch dediyim kimi port 21-i trunk elədik. Təqid komandası ilə uplink kabelləri də qoşmuşuq, kabeli fizik olaraq. Yəni mənim əlimdə fizik olaraq 2 Aruba switch var və bir də FortiGate firewall var. Və switch 2-yə qoşulan, deyək ki, sysadmin kompüteri menecment olan yüzdə də oraya akses eləmişdik. IP aldı, DSP-dən aldı, birinci almışdı 100.2, ardıcı olaraq da 100.3 aldı. İndi biz 100.3-dən 100.2-yə ping atsaq, gedirsə, deməli problem yoxdur. Həmçinin server VLAN 40, 20, 30, 10, 50 digər VLAN-lara ping gedirsə, deməli biz konfigurasiyanı düzgün eləmişik və sonda interneti yoxlayacağıq. İndi məndə 2 dənə fiziki kompüter var. Həqiqətən də 2 kompüteri 2 switch-in fərqli portlarına qoşmuşam. Okay, bu 100.3-dür. Deyək ki, sistem admin kompüteridir. NDS-dən qoşulmuşam. Oradan ping atacam. Ping deyirəm 888. Bir dəqiqə. Ping 4.8. Google DNS-nə ping atırıq. Ping gəlir çünki Wi-Fi qoşuldu heç. Okay, ping 10.100.2 deməli o kompüterdən bu kompüterə akses var. Ping gedir. Əla. Switch-ə də ping gedir. 100.100 switch-in IP adresi idi. Verdən ilərləmək üçün. Buradan da yoxlaya bilərik. 100.100 yazaram. Görürsünüz, switch-ə daxil olmaq olur. Menecer yazıb, parolu yazıb daxil ola bilərsiniz. Okay, indi digər varlığı yoxladıq. İndi interneti baxaq. İnternetdə okay göstərir. İndi hələ ki Wi-Fi ilə qoşulub deyə. O Wi-Fi-dən də keçirir. Wi-Fi söndürüb tam dəqiq yoxlaya bilərsiniz. Fərqi yoxdur. Onsuz da biz menecment VLAN-a internet akses vermişdik. Həmçinin o kompüterdən baxıb yenə 20 VLAN-la ping atdım. 30 VLAN-la ping atdım. Gedir. Deməli bizim yeni uplinkimiz port 21-in trunk kompressiyası düzdür. Hər yerə ping gedirsə, deməli hər şeyi düz elədik. Bir switch-də nə lazım olur? Ən çox lazım olan şey o uplinki düzgün kompress eləməkdir. VLAN-ların keçməsidir. Ondan sonra o switch-ə kompüterlə qoşursunuz, akses eləyirsiniz, yəni untagid. Serverdə yeksə olsa təqid eləyirsiniz. Unify-da çoxlu VLAN-lar və SSID-lər olsa təqid eləyirsiniz, yəni trunk eləyirsiniz. IP telefondur, təqid eləyirsiniz. O IP telefondan gedən kompüterə untagid eləyirsiniz. Yox, IP telefon olacaq ancaq ona kompüter qoşulmayacaq. Onda untagid edə bilərsiniz.
İndi bir IP telefonum da, deyək ki, məndə bir fiziki yerin telefonu var idi, qoşmuşdum core switch-ə. İndi ikinci telefonu qoşuram mən switch 2-yə. Fərqi yoxdur, yəni yerin telefonu var, Cisco telefonu var. Sadəcə fərqli vendorlar olanda şəbəkədə girib içərisindən VLAN ID-ni göstərməliyik. Əgər o dediyimdə telefon üzərindən kompüterə kabel gedirsə, Yenikdə web interfeysdən giririk, Cisco-da da içərisindən girib VLAN ID veririk. İndi switch 1-də voice VLAN, yəni VLAN 30-a daxil olacağıq. Daha sonra port 13-ü təqdim edəcəyik. Switch 2-yə giririk. Switch 2-də configure deyib configuration moda keçirik. Daha sonra port 13-ü təqdim edəcəyik. Yəni IP telefonu oraya sən edirik. IP telefonla kompüterə kabel getsə təqdim edirsiniz. Təqdim yox. Həmçinin data VLAN-a təqdim edirsiniz. Bu iki şeyi unutmayın. Baxın, VLAN-a girdim, name də verdim ona girmişkən. Təqdim onu istedim. Çünki burada sadəcə IP telefon qoşulur. IP telefona kompüter qoşulmayacaq. Kompüter qoşulsaydı təqdim yox, təqdim edəcəydik. Həmçinin data VLAN-a girib təqdim edəcəydik. Ondan sonra web interfeysindən də girib VLAN ID verməliydik IP telefonda. Əla. Bunun da IP-sini verdik, VLAN 30-a saldıq. On 30.4. İndi buradakı mention falandakı admin kompüterdən core üzərinə gedirik ikinci switch-ə. Əgər voice VLAN 30-da olan IP telefona girə bilsək, ping getsə, deməli hər şeyi düzgün kompress eləmişik. Bu hissəni də bitirdik. Baxın, 100.2 bu admin kompüterin IP-si, 100.1-də onun qeydidir. Düzdür? Bəli. İndi ping deyirəm. 30.4 deyirik. Əla, ping getdi. Deməli, hər şeyi düzgün kompress eləmişik. Bax, webdən də yoxlayaq. IP telefonun menecmentinə girək də portalına. 30.4, baxın, Cisco telefon açıldı. Web interfeysi açıldı. Əla, bura qədər hər şeyi düz eləmişik. İndi görürsək, həqiqətən gördük ki, bu kompüterdən ora akses var, hər şey düzgün kompress olunubdur. İndi hamısından bir çıxış edirəm. Birinci hissəni elədik, ikinci hissəni elədik. Dediyim kimi, üçüncü hissəni də bitirdik. Artıq dördüncü hissəyə keçək. Burada indi Isparbo switch qoşulub. IP telefon üzərindən internet çıxışı yoxlayacağıq. Yəni IP telefona qoşulan bir kompüter üzərindən. Baxın, burada FortiGate-in bir kabel gedir USB switch 1-ə. Port 1-i təqdim etmişdik.
Bu kompüter ora akses idi. Daha sonra LAN 30 portun 13'ü bura antəqid eləmişdik deyək. Voice LAN'ımız LAN 30'dur. Oradan bir uplink gedir switch 2'yə, port 1 yenə management LAN'daydı, antəqid idi. 100.100 buydu, 100.2 də o bir kompüter idi. Şimdi buradan bir kompüter, bir dənə də IP telefonumuz daha var. Kompüteri IP telefona qoşacağıq. IP telefonda switch'in yenə eyni şəkildə port 13'ə. Adətən bunları təkrar edirəm ki, biraz daha kompleks, qarışıq olmasın da, başa düşülən olsun. Yəni hər iki switchdə kompüterləri port 1'ə saldım. Hər iki switchdə uplinkləri 21 elədim. Hər iki switchdə IP telefonları port 13'ə saldıq. Sadəcə onu bilin ki, tək telefon olacaqsa antəqid. Yox, telefon və kompüter təqid. Və bu IP telefon arxasıdır. 2 dənə portu var, görürsünüz. Bu portu switch portudur. Hansı ki, switchdən gələn kabeli bura qoşuruq. Burada da kompüter portudur. Yəni kompüterimizdən bir Ethernet kabeli açırıq bura. Bu masamızda 2 dənə kabel olmasın deyə, həm də bir portdan qənaət edirik deyə işimizə çox yarayır. Kompüter data plan 10'da olmalıdır. IP telefonda voice plan 30'da olmalıdır. Yəni hər bir cihaz öz şəbəkəsindən düzgün IP-ni almalıdır, öz şəbəkəsinin düzgün gateway-ni görməlidir. Switch HP telefon Cisco olanda, həmçinin Cisco switch telefon Yearlink marka olanda və Grandstream olanda mütləq şəkildə burada VLAN ID-ləri yazırıq içərisindən girib. O özü tuta bilmir. Yəni switch də Cisco olanda, telefon da Cisco olanda o özü anlayır, bilir bu voice VLAN-dır. Onsa içərisində voice VLAN yazırıq. Orada ehtiyac olmurdu. Təqid switch port voice VLAN 30. Yəni Cisco-da bunun məntiqi belədir. Switch port voice VLAN 30 deyirik. Cisco switchlərdə, HP switchlərdə təqid deyirik. Təqid trunk port kimidir. VLAN-ları təqid edib, yəni oradan keçirə bilir. Antəqid də dediyim kimi access portdur. İndi baxın, bu switch 2-də port 13'ü təqid edirik. Həm də antəqid edirik. Antəqidi VLAN 10'a edirik. Təqidi VLAN 30'a, yəni voice VLAN edirik. İndi Mobox terimi açaq. Session'ın yenə də serial kabel seçirik. COM500'dan konsoldan qoşuruq default sürətlə. Əla, qoşulduq, davam edək. Switch 2-də bu dəqiqə, layer 2 switch 2 hostname-ini vermişdik. Show VLAN deyirəm, VLAN-lara baxaq. Bizim voice VLAN 30'dur. İndi biz voice VLAN içərisinə girib həmin portu 13'ü təqid edəcəyik. Yəni VLAN-lara portları əsan eləmək 2 cür olur. Ya portun içərisinə girib VLAN-a əsan edirsən, ya da ki VLAN içərisinə girib portu əsan edirsən. Yəni üz verirsən də. Config deyirik, yəni configure moda keçirik. Daha sonra VLAN 30'un içərisinə girib təqid 13 deyirik. Amma mütləq şəkildə IP telefonun içərisindən girib VLAN ID verməliyik ona. Ki o bilsin ki bunun özünün voice VLAN-ı budur. ID-si budur. Təqid 13 bunun üçündür. IP telefonun özünün IP alması üçündür. Özünün voice VLAN-da digər telefonlarla PBX-lə danışa bilməsi üçündür. VLAN 10 antəqid 13 isə IP telefona arxasında PC portuna qoşulan kompüterin data VLAN-dan IP alması üçün olan konfigurasiyadır. Okay, configure deyirik. Configuration moda keçdik. VLAN 30. İndi yazdığımız komanda bir burada yazıb icra eləyək. Təqid 13, exit deyirik. Sonra VLAN 10, antəqid 13, exit deyəcəyik. Antəqid exit, write. Saxlanət elədik configurationda. Tamam, əla. Write-ını dedik. Yəni switch restart keçsə belə startup config-də bunlar var.
Bunları da kopyalayıb ataq notpada dursun. Nə kompress ediriksə dursun burada. Sonra problem olanda burada bu ağ vərəqdən rahat baxıb düzəldək. Yəni bunu istəsək təbii ki, Showrunning edib də baxa bilərik. Amma mən özümə rahatçılıq olsun deyə belə edirəm adətən. Tamam, Switch 2-də də IP telefonun və kompüterin IP olması üçün, işləməsi üçün kompressiyanı hazırladıq. İndi qoşulu olan IP telefon və kompüterin IP alma durumlarına baxacağıq. Onları test edəcəyik. IP telefonun IP adresi 10.30.2 aldı. Kompüterə baxaq. Okey, kompüteri də IP telefona qoşmuşam. SMS portunu yandırdım deyə bilərim. 10.10.2. Yəni data plandan da IP aldı. Yəni indi bu dəqiqə olduğumuz kompüter IP telefona qoşulub, IP telefonda switchin portunun içinə qoşulub. Yəni kompüterdə düzgün IP-ni aldı, telefonda. İndi webdə 10.30.2 yazıram. Bura aksesimiz yoxdur əslində, olmamalıdır. Çünki mən data planındayım. Heç girmirdi, hə. Data planının voice falan aksesi yox idi. Management planın hər yer aksesi var. Internet aksesi var, data planın internet aksesi var. Amma voice falan yoxdur. Ona görə girə bilmədik. İndi FortiGate-dən ona akses verək. Okey. FortiGate-dən girirəm. Həmin rulu yazım. FortiGate-də də çalışın data plana HTTPS aksesi verməyin. İndi mən burada test məqsədli data plana da vermişəm, managementə də vermişəm. Amma təkcə gerçək mühitdə təkcə manager plana akses verin. Ping atıram. İnternetə də çıxışımız yox. Managementin internet çıxışının rulunu yazmışdıq, amma datanı yazmamışdıq. Həmin rullar source-a, yəni data planı da əlavə edə bilərik istəsək. Data planı 10.1. İndi buradan polisiyanın object yerindən IPv4 polisi yerinə gedirəm. Create new deyə yeni rul yaradaq. Buradan deyək ki, data to voice falan, məsəl üçün, ya da data to internet fərqi yoxdur. Okey, data planı seçərəm, outgoing var və voice falan 30. Yəni, source-da voice falan getsin həm internetə, həm də ki, PBX-in olduğu voice falan, yəni data plan gedəcək PBX-ə, həm də internetə çıxa biləcək. NAT-ı da enable edirik. Siz çalışın, onun rullarını ayrı yazın, internet üçün ayrı yazın, voice falan üçün ayrı yazın. Mən indi tələsirəm deyə belə yazdım. Okey, görürsünüz, ping cavablarımız gəldi, internetə giririk. Əla. Bizə lazım idi data plan internetə girsin, onu elədik. IP telefona da girə bilirik də. Ping cavablarımız gəldi. İnternetə girdik, çünki hər iki switchi də düzgün kompress eləmişik, uplinkləri, trunkları düzgündür. Daha sonra FortiGate-də də sub interfeysi və rulları düzdür. TSP-də işlədiyi üçün IP-də rahat almışıq. Ən sonunda polisiləri də yazdıq. Source-da data planı, destination-a, yəni targetdə interneti WAN1-i seçdik. Burada indi hansı WAN-dan kim hansı MAC adresi ilə hansı IP adresini alıb onlar göstərir. Buradan rezervasiya ilə bilər IP-ləri hətta. Okey, voice flana da aksesimiz var, çünki onu da rulunu yazdıq. O da hazırdır.
IP config deyirəm, bir dənə IP-mizə baxaq 10.2 10.1-də gateway-imizdir, database'ın gateway. Ping deyirəm 10.30.1 voice falan gateway-nə pingimiz gedir. Problem yox. 30.2-yə də ping gedir. Əla. Cisco telefona da girişimiz var. İnternetə çıxışımız var. DSP monitor yerindən də baxaq, refresh eləyək. 30.2 Cisco telefondur, IP alıb. Buradan rezervasiya da edə bilərik ona. Bir də önəmli bir qeyd kimi buraya yazım. Yəni bu switchləri kompressiya elədik, deyək, uplinkləri də düzəltdik. Nöqtə şəkildə dediyim kimi gedirik. Bu Cisco IP telefonda network yerində DSP-ni enable eləmişik. IP-ni almaq üçün də, IP alması üçün. Sonra VLAN-ı enable edirik və VLAN-ı enable edəndən sonra ID verməliyik. Yəni voice VLAN ID-si nə idi bizdə? 30. O switchimiz HP-dir, telefonumuz Cisco. Onu tanımır voice VLAN kimi, bilmir. Çox da ki orada təqib düzgün qoymuşuq. Ondan sonra gedirik Cisco IP telefonda VLAN ID 30 deyirik. Sonra IP telefonda VLAN 30-dan IP-ni alır, düzgün şəkildə alır. Və PC portuna da kompüterə kabel gedir, oradan da düzgün şəkildə kompüterdə IP-ni alır. IP telefonumuz da PoE switch, yəni bu switch PoE olduğu üçün enerjini oradan alır. İndi hal-hazırda dediyim kimi mənim kompüterimdə database'dadır bu dəqiqə. Через IP telefon üzərindən internetə çıxır və digər şəbəkələrə. 10.2 kompüterin IP adresidir. Cisco telefonda elə menyuda, telefon özündə menyudan düymələri ilə olan ID-ni yaza bilərsiniz, enable edəndən sonra. E-Link telefonlarda isə web interfeysindən girib, oradan olan ID-ni, voice falan ID-sini yaza bilərsiniz, 30-u. Bunları da düzgün şəkildə qeyd edək. Port 13 təqid olmuşdu voice 30-a, təqid olmuşdu buna. Tüm konkretlər düzdür. İndi bir dənə onu qeyd edeyim ki, yenə deyirəm, HP switch-ə Yelink marka deyək ki, telefon saldınız, düzdürmü? O birinci IP alacaq. İnterfeysdən girib, VLAN-ı enable eləyin, ora VLAN ID 30-u yazın voice VLAN-ı. Daha sonra özü voice VLAN-ı IP alacaq, ona qoşulan kompüter isə öz VLAN-ına, yəni data VLAN-ına IP alacaq. Yəni Yelinkin web interfeysindən girib eləyirsiniz. Cisco telefonda isə elə düymələri ilə